başlayaq. Bugün bizə verilən ingredientlərlə 5 dəqiqə ərzində yemək hazırlamağa çalışacağıq. Hazırsan? Əlbəttə. Başlayaq. Mənim seçimim ən sevdiyim ləziz bişmiş kolbasa. Mənim seçimim isə manqal üstü sosisləridir. Əminəm ki, artıq hər kəs bilir nə hazırlayacağam. Hazırlayacağım yeməyin adını əslində heç özüm də bilmirəm, amma ümid edirəm ki, yaxşı olacaq. Burada olan işlər bitdi, indi isə keçək bişirmə prosesinə. Və yeməklərimiz hazırdır. Qiymətləndirməni isə sizə buraxırıq.